Muhyiddin İrbili nəql edir ki, bir gün atamla birlikdə çayxanada oturub çay içirdik. Yan masada əyləşən bir kişinin alnındakı yara izi diqqətimizi cəlb etdi. Ona yaxınlaşıb hal-əhval tutduqdan sonra həmin iz barədə soruşduq. O dedi, bu qılınc yarasıdır. Siffeyn müharibəsində İmam Əli əleyhissalam tərəfində vuruşarkən aldığım yaranın izidir. Biz özümüzü saxlaya bilməyib güldük. Atam gülə-gülə dedi, Siffeyn müharibəsi o hadisə 1000 ildən çox əvvəl baş verib. Sən hara, o dövr hara? Kişi sakitcə başına gələnləri danışmağa başladı. Bir gün Misirə gedirdim. Yol yoldaşımla İslamın ilk dövründə baş verən hadisələr barədə söhbət edirdik. O dedi, əgər mən Siffeyn müharibəsində olsaydım, Əlinin və tərəfdarlarının qanını özümə halal bilərdim. Onun sözlərindən Əhl-i-Beyt düşməni olduğunu anladım. Mən də cavab verdim. Əgər mən də o müharibədə olsaydım, İmam Əli əleyhissalam tərəfində vuruşar və sizin kimləri qanına qəltan edərdim. Bu sözlərimdən sonra qılıncını çəkib mənə hücum etdi. Bədənimə bir neçə yara vurdu. Ən ağır zərbə başıma dəydi və yerə yıxıldım. Aylanda nurani bir şəxsin başımı dizinə aldığını gördüm. O dedi, sən bizə yardım etdin. Biz də sənin dadına çatdıq. Sənlə vuruşanın aqibətinə bax. Göz açıb baxdım. Məni yaralayan artıq ölmüşdü. O nurani şəxs əlini yaralarıma çəkdi. Əlini çəkdiyi hər yara sağalırdı. Yalnız başımdakı yara qaldı. Onu saxladı və dedi, bu yara qalsın. Səndən soruşanda de ki, onu Siffeyn müharibəsində İmam Əli əleyhissalamın qoşununda almışam. Çünki sən orada onunla birgə olmağı arzuladın. Ondan ayrıldıqdan sonra anladım ki, həmin nurani şəxs İmam Zaman əleyhissalam imiş.